Salam müəllimləri. Bu gün sizə 24 iyunda keçirilmiş informatikadan sertifikasiya suallarını izah edəcəm. 50 sualdan hardasa 25-30-u yadımdadır, ağlımdadır. Yalnız hazırlayıb düzəltməmişəm. 10 dənəsini düzəltmişəm. Vaxt çatışmazlığına görə, həm də dedim video uzun olmasın. Hələ ki 10 dənəni izah edeyim, sizə təqdim edeyim. Sonra digərlərinə də video çəkəcəm. İlk öncə onu qeyd edeyim ki, buradakı suallar eləsi bir çoxu eyni ilə oradakı sualları eynisidir. Bəziləri isə sadəcə rəqəm dəyişikliyi var. Yəni mahiyyət etibarilə eynidir. Sadəcə rəqəmlərində fərqlilik var. İndi gəlin vaxt itirmədən keçək sualların izahına. Deməli, birinci sualımızda deyir. Doğru cavabların seçin. Klaviatura çıxış qurğusudur. Xeyr, müəllimlər, klaviatura giriş qurğusudur. Bu doğru cavab deyil. Monitor görüntünü əks etdirir. Bəli, bu doğrudur. Monitor görüntünü əks etdirir. Plotter əsas qurğulardan biridir. Əsas qurğularımız hansı idi müəllimlər? Deməli, monitor, klaviatura, siçan, sistem bloku. Plotter isə köməkçi qurğu idi, çap qurğusu idi, ona görə də əsas qurğu sayılmır. RAM informasiyanı daimi yaddaşda saxlayır. Xeyr, RAM operativ idi, yalnız müvəqqəti idi, yəni daimi deyildi. Biz işləyən vaxtda və yaxud kompüter açıq olan vaxtda informasiyanı saxlayırdı, sonra isə RAM-dan informasiya silinirdi. Bu doğru cavab deyil. 5-də lazerli printerlərin sürəti 1 dəqiqədə çap etdiyi səhifə sayı ilə ölçülür. Bəli, bu doğrudur. Əgər lazerli deyirsə, bu 1 dəqiqədə çap etdiyi səhifə sayıdır. Yox, əgər matrisli printer soruşarsa, bu 1 saniyədə bir simvol sayıdır. Həqiqətən də lazerli printer sürətli olduğu üçün 1 dəqiqədə bir çox səhifəni çap edir. Matrislilər isə çox gec çap edirlər. Yəni 1 saniyəyə bir simvol düşür. Aha. İkinci suala keçək. Düzgün IP adresi düzəldin. Gəlin müəllimlər, bunu digər tərəfdə yazaq. Bu sual miqədə düşür, keçən il sertifikasiyaya düşüb, bu ildə düşmüşdü. Müəllimlər, bunu da tövsiyə eləyə bilərəm ki, sizə yalnız variantla gedin. Variantla gedəndə sürətli olur, həm də dəqiq cavab, düzgün cavab ala bilərsiniz. Çünki imtahanda o qədər vaxt çatışmazlığı olur ki, ona görə mütləq bunu variantla gedin. Məsələn, burada mən qoyuram yerinə. İndi mən variant yazmamışam, sizdə amma variantlar olacaq da. Məsələn, yerinə qoyuram B, C, D, A. Tutaq ki, belə bir variant var. Bunu sınayıram birinci. Bunu qoyuram yerinə. 20.12. C-ni qoyuram 5.14. Sonra D-ni qoyuram 15. Artıq baxın, burada müəllimlər davam etməyə ehtiyac yoxdur. Çünki deyirdik ki, hər bir IP adres 3 dənə nöqtə ilə ayrılan rəqəmlərdən ibarətdir və burada da hər biri 0-255 aralığında olmalıdır. 0-255. Amma burada baxın 255-i keçdi. Ona görə də bu cavab uyğun gəlmir. Məsələn, götürək B, C, A, D. Bunu yerinə qoyuram. Hər birinin yerinə qoymaqla yazırsınız. Sonra C-ni yazıram. A-nı qoyuram. Nöqtəsi və axırda D-ni qoydum. Baxın müəllimlər, bu bizim düzgün IP ünvanımızdır. Heç biri 255-i aşmadı və 3 dənə nöqtə ilə ayrılan 4 dənə rəqəmdən ibarət oldular. Sonra keçək növbəti sualımıza. Antivirus proqramlarını seçin. Burada mən cavabı ilə bir dəfəmlik yazmışam. Antivirus proqramları McAfee, Panda, Avast. Keçən il Usenet telekonferans proqramlarını seçmək istəmişdi. Bu dəfə isə antivirus proqramlarını seçmək istədilər. Ümumiyyətlə, müəllimlər, proqram təminatını öyrənərkən məşhur proqramların adlarını öyrənin. Yəni, bunlar mütləq düşür. Bu dəfə antivirus düşmüşdü, keçən dəfə Usenet proqramlarına, yəni telekonferans proqramını seçməyi düşmüşdü. Məşhur olanları, yəni çox da belə çətin olanları yox, məşhur istifadə edilən, dərslikdə birinci verilən adlarını öyrənin. Baxaq dördüncü sualımıza. Müəllimlər, burada baxın, bu bölmə kimi veriblər burada. Yəni, orada da eynən belə vermişdilər. Yəni, bu bölmə sizi çaşdırmasın. Bildiyimiz adi bu bölmədir. Gəlin, bunu başqa tərəfdə yazaq. Ya istəyirsə elə burada yazaq. Baxın. Deməli, bizə nə verib? Deyir ki,
A bərabərdir 8. B bərabərdir 4. Dəyişənlərimiz var. C də dəyişənimiz. Baxın, C bərabərdir. A-nı bölüb 4-ə. A-nı böl 4. B-yə, daha doğrusu üzr istəyirəm. Bərabərdir. 8-i böldüm 4-ə. Neçə düşdü? 2. Sonra deyir ki, B bərabərdir. B-ni böl 2-yə. B neçə idi? 4-dür. 4-ü 2-yə böləndə oldu 2. Baxın müəllimlər, burada B-nin qiyməti artıq dəyişdi. B oldu bizdə 2. Sonra deyir ki, C bərabərdir A plus B plus C. Yəni A 8 idi. B-ni 2 almışdıq. Baxın buradakı. Üzərinə C-ni, yəni 2 almışdıq. Bərabərdir 12. Cavabımız 12-dir. Asan bir sual nümunəsi idi. Sadəcə dəyişənlərin dəyişmiş qiymətini yadda saxlamaq lazımdır. Sonra keçək növbəti 5-ci suala. Deyir, sonda 20 cavabı alınması üçün x-ə hansı qiymət verilmişdir? Bu da standart düşə biləcək suallardandır. Keçən ildə düşmüşdü. Bundan biraz çətin düşmüşdü. Bu il asan da düşmüşdü. Belə bir rahat sual nümunəsi idi. Yenə də gəlin baxaq. Deməli, 20 cavabı alıb. Deməli, deyir ki, bunu mən çox qırıq çəkdim. Deməli, x bərabərdir. Burada y plus 4. Gəlin bunu aşağıda yazaq. Y plus 4. Bu 20 alıb da. Bu axırıncı bu. X 20 alıb. Bərabərdir 20-yə. Gəlin y-i yerinə qoyaq. Y yerinə qoyanda x plus 4. Üzərinə gəl 4. Bərabərdir 20. X-i yerinə qoysaq. X plus 5 plus 4 plus 4 bərabərdir 20. X üzərinə gəl. 5-in üstə 4, 9. 9-un üstə 4, 13 bərabərdir 20. X da bərabərdir 7-yə. Burada aldıq 7-ni. Həqiqətən baxın müəllimlər, yerinə qoyanda, baxın, 7-nin üzərinə 5, 12, 12-nin üzərinə 4, 16, 16-nın da üzərinə 4, etdi 20. Əgər siz çətin düşsə və yaxud bu yoldan gedə bilməsəz, mütləq variantları yerinə qoymaq sınayın. Amma mən tövsiyə edirəm ki, bu yolla gedin. Həm özünüz gələcəkdə şagirdlərinizə öyrətmək üçün, həm də ki, vaxt çatışmazlığına görə belə. Amma yox, gördünüz ki, alınmır, variantlarla gedə bilərsiniz. Sonra gələk 6-cı suala. 6-cı sualda belə bir misal nümunəsi idi. Çox da asan sayılmazdı, çünki qarışıq idi. Həm megabayt, kilobayt, bit, bayt hər birindən verilmişdi. Ona görə gəlin bunu digər tərəfdə yazaq. Deməli, 2 megabayt. Mən bu cavabı bizdən kilobaytla istəmişdi. Ona görə mən də indi hamısını kilobayta gətirəcəm. Deməli, 2 megabaytı 2 megabayt kilobayta gətirmək üçün nə edirdik? 1024-ə vururduq. Qıraqdan özdə yazın. Bit, bayt, kilobayt, megabayt, gigabayt. Mən yazmıram burada. Amma siz əvvəldən imtahan başlamamış öz qeydlərinizi apara bilərsiniz. Deməli, oldu bu 2048 kilobayt. Bu qaldı burada. 26 kilobayt 32 bit. 26 kilobaytda olduğu kimi qalsın. Baxın, yazaq bura 26 kilobayt olduğu kimi qalsın. 32 biti mən gətirəcəm bayta. Böləcəm 8-ə, edəcək 4 bayt. Bu da burada qalsın. Sonra 32 baytımız var, 24 bitimiz var. Bu 24 bitdə, baxın müəllimlər, biti də gətirəcəm bayta ki, hamısı 1 olsun. 24 biti də bayta gətirmək üçün 8-ə böləndə, baxın 32 bayt olur. 24 də 8-ə böləndə 3 bayt düşür. Üzərinə də 3 bayt gələndə edir 35 bayt.
312 bitə baxaq. Burada çıxmadı. Bax, diqqət eləyin. Hər bir şeydə diqqətli olun. Bunlar toplamadı. Axırda isə biz bunların cəmindən 312 biti çıxacaq. 312 biti də mən gətirirəm bayta. 312-ni də 8-ə böləndə düşür 39 bayt. İndi baxın, mənim əlimdə bunlar alındı. 2048 kilobaytın üzərinə 26 kilobayt gələndə edir 2074 kilobayt. İndi qaldı bunlar burada. 4 baytın üzərinə 35 bayt gəlir. Neçə elədi? 39 bayt. 39 baytdan da, bax bu 39 bayt çıxanda heç nə qalmır yerində. Elə həmən bu 2074 kilobaytımız qalır. Gəlin burada daha başqa cür izah edeyim istəyirsinizsə. Baxın, deməli bax 2048 kilobayt üzərinə gəl 26 kilobayt 4 bayt üzərinə gəl 35 bayt çıxar 39 bayt. Baxın, bu aldıqlarımız əslində belə idi. Bunun üzərinə 26 kilobaytı gələndə 2074 kilobayt və buradan da 4 bayt 35 bayt elə də 39 bayt. 39-dan da 39 çıxanda elə 2074 kilobaytımız qalmış oldu. Belə bir sual nümunəsi idi, misaldır, hər zaman düşür. Sadəcə diqqət tələb edir. Çətin sayıla bilər, amma diqqət tələb edir. Sonra burada müəllimlər, mən 64-ü səhv yazmışam, 32 olmalıdır. Düzəldək səhvimizi. Bunu da deyir ki, hər bir şagird üçün bir portfolio yaradıldı. Bu portfolioda 32 kilobayt səs və 16384 simvoldan ibarət Unicode əlifbasında kodlaşdırılmış mətn var. Bütün informasiya 1 megabayt olarsa məktəbdə neçə şagird var? Bu çox misal eləyən adam üçün asan sual nümunəsi sayıla bilər. Yəni çətin deyil. Gəlin bunu digər yerdə yazaq, rahat olsun. Aha, gəlin yazaq. Hər bir şagirdin portfolio yaradıldı. Aha, bu portfolioda 32 kilobayt səs və indi müəllimlər gəlin bu səsə qədər hər bir şagirdə gəlin yazaq. Bax, bir şagird üçün nə var portfolioda? 32 kilobaytlıq səs var. Aha. Sonra deyir ki, 16384 simvoldan ibarət Unicode əlifbasında kodlaşdırılmış mətn var. Deməli, 16384 simvoldur. Və bu Unicode-dadır. Vuracam 2-yə, kimin mətnimin həcmini tapım. Nə ilə tapacam? Kilobaytla. Mən bunu müəllimlər deməli baytla alınır bu. Baytı da kilobaytı çevirəndə, yəni vurub tapsaz çıxsaz, qalır 32 kilobayt mətnimiz. Mətn. Deməli, elə burada yazaq 32 kilobayt mətn. Deməli, bizim ümumilikdə bir şagird üçün 64 kilobaytlıq bir məlumatımız var. Bütün informasiya 1 megabaytdır. Aha. Deməli, biz indi bilməliyik ki, görək, burada neçə dənə şagird var ki, bu 64 kilobaytdan toplanıb 1 megabayt eləyib. 1 megabaytımız nə qədərdir? 1024 kilobayt. Gəlin, laf tənasiblə gedək. Deyirəm ki, bir şagird 64 kilobayt məlumat tutursa, bəs neçə şagird 1024 kilobayt tutur? Onda da baxın, bunlar belə bölünəcək. X da bərabər olacaq 1024-ü 64-ə böləndə düşəcək 16 şagird. Deməli, məktəbdə 16 dənə şagird var. Neynədik? Bir şagird üçün həm səsi, həm mətnini tapdıq, topladıq. Bir şagird üçün 64 kilobayt aldıq. 1 megabaytı da çevirdik kilobayta ki, görək nə qədər kilobaytımız var və dedik ki, əgər bir şagird üçün 64 kilobaytlıq bir məlumat varsa, görən neçə dənə şagird üçün 1024 kilobaytlıq məlumat olub və tənasib üsulu ilə rahatca həll etdik.
Növbəti sualımıza keçək. Növbəti sualımız Excel-dən bir nümunə idi. Asandır. Sadəcə ə, ə, tapmaq lazım olur sətir sütunxana. Burada müəllimlər mütləq nə edir? Əgər sizə belə bir sual düşübsə, ümumiyyətlə Excel-ə aid xanalarla bağlı bir sual düşübsə, nə edəcəksiniz? Həmişə qıraqdan bu sahələrin adlarını yazın. Baxın, sahə Excel-lə, Access-lə dedim. Sütunların adlarını A, B, C, D, E, F. Ən azı bura qədər yazın. Bu sizi çaşdırmasın. İndi gəlin elə bax burada yazıram. Deyir ki, A2, C8. Burada mən birinci sütunun sayını tapacağam. A-dan C-yə 1, 2, 3. Neçə sütun etdi? 3 sütun. Sətrin sayını necə tapırdıq? 8-dən çıxıram 2-ni üzərinə 1 gəlirəm. Neçə elədi? 8-dən 2, 6, bu da 7. Deməli, mənim 7 dənə sətrim var. Necə tapdıq? İkincidən birincinin çıxdıq, üzərinə 1 gəldik. Xana sayını necə tapırdıq? 3-ü vururdum 7-yə, olurdu 21 xana. Görək bu cavabımız harada var? C-də. Deməli, 1-ə gedir C. 21 xana, 3 sütun, 7 sətir. İkincidə deyir ki, B3, D11. B-dən D-yə. Baxın, B, C, D. 3 dənə sütun var. 3 sütun. 11-dən 3-ü çıxacam, üzərinə 1 gələcəm. Edəcək necə? 9 sətir. 9-u da 3-ə vuranda 27 xana. Bu cavabımız harada var? B-də. Eynən belə bir sual nümunəsi idi müəllimlər. Sadəcə orada diqqətli olmaq lazımdır. Yaxın cavablar çox idi. Mən elə yazmışam ki, cavablar tez bilinir içindən. Amma diqqətli olarsınız siz belə bir suallarda. Ümumiyyətlə, sertifikasiya sualları yalnız diqqət tələb edən, vaxt aparan suallar idi, amma asanlığına asan idi. Sonra nə deyir? A4, E9. A-dan E-yə. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə nə var? 5 dənə sütun var. 5 sütun. Artıq mənim pis yazdı qələmim. Sonra 9-dan çıxıram. 4-ü üzərinə 1 gəlirəm. 6 sətrim var və 6-nı 5-ə vuranda 30 xana. Bu da cavab D cavabında. Belə bir cavab aldıq. Sonra aşağıda da B3 xanasına yazılmış bu düsturu D6 xanasına köçürsək nə alınır? Gəlin bunu da digər tərəfdə yazaq. Belə sualda da müəllimlər mütləq sütun adların qıraqda bir yerə sırayla yazın. A, B, C, D, E, F. Yazdıq. İndi yazırıq B3 bərabərdir. Düsturumuzu olduğu kimi qeyd edirik. Dollar C, dollar 4. Üzərinə 5. Altda isə hansı xanaya köçürüldüyünü yazırıq. Yəni, baxın, burada D6 verib, bizə D6 yazırıq, bərabər qoyuruq. İndi baxaq müəllimlər. B-dən D-yə neçə dənə sütun gəlib? Baxın, B-dən D-yə bir dənə sütunu arada boş qoyub və D-yə keçib. Deməli, bizdə bir sütundan gələcəyik. Baxın, bura 1 plus yazdım. Bəs 3-dən 6-ya necə keçib? Üzərinə 3 gəlib. Gəlin, baxaq. İndi C-dən keçib bir xana neynəməlidir? E-yə keçməlidir. Çünki bir xana. C-dən D-yə 1-dir, ondan sonra E-dir. Deməli, burada oldu E. 5-dən üzərinə 3 gələcək neçə eləyəcək? 8. Dollar işarəsi olanda dəyişmir heç biri. Bu 5 olduğu kimi qalacaq. Bəzi müəllimlər götürürlər bu 5-in üzərinə də 3 gəlirlər, onu cavab alırlar, amma xeyr. Əgər bu təkdirsə, yəni yanında heç bir sütunu sətri yoxdursa, bu olur tək rəqəm və bu 5 həmişə olduğu kimi, yəni bu qiymət hər olduğu kimi, eyni olduğu kimi qalır. Necə elədik? Sütundan neçə sütun keçdik, onu yazdıq. Sətirdən neçə rəqəm, yəni neçəsini topladıq, onu yazdıq və hər dəfə də bunları
bunları keçdiyi yol qədər artırdıq və yaxud azaldırıq. Adətən toplama düşür, çıxma nadir halda düşür. Belə bir asan sual nümunəsi idi. Keçək axırıncı sualımıza. Verilmiş qrafda neçə til var? Elə gəlin bunu burada yazaq. Deməli, müəllimlər, bunun bir neçə dənə yolu var. Bax, burada siz bir dənə diaqonal üzrə xətt çəkirsiniz. Bu tərəfdə də 4 dənə bir qaldı, bu tərəfdə 4 dənə bir say qaldı. Ya buradakı birləri sayırsınız, ya da buradakı birləri sayırsınız. Neçə dənə bir var? Məsələn, 4. Əslində deməli biz tapdıq ki, bunda 4 dənə til var. Yox, əgər bunu yadınızdan çıxır, bunu bilmirsinizsə, buradakı bütün birləri sayırsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bölürsünüz 2-yə. O da yenə də cavabı tapırsınız. Yox, görürüz ki, bundan da bilmirsiniz. O zaman bunun qrafını çəkin. Baxın, gəlin çəkək. A-dan B-yə. A-dan B-yə yol var və A-dan C-yə yol var. B-dən A-ya yol var, çəkilib. B-dən C-yə yol var və B-dən D-yə də var. Sonra C-dən A-ya var, C-dən B-yə var, hər ikisi çəkilib. D-dən də bir dənə B-yə var. Baxın, 1, 2, 3, 4. 4 dənə tilimiz var. Əgər burada müəllimlər tutaq ki bizə tutaq ki baxın bu 1 olsaydı. Bu 1 olsaydı, o zaman deməli C-nin məsələn özündən ilgəyi olacaqdı. Bu ilgəkdə bir dənə til sayılacaqdı. Yadda saxlayın. İlgəyi varsa mütləq bir dənə til o ayrı sayılır. Əgər burada bu sıfırların içində bir dənə bax bu 1 olsaydı, bu 1 sayılacaqdı. Amma olmadığı üçün deyirik ki bizim burada hamısı sıfırdır deyə deyirik ki sayırıq, bölürük 2-yə olur 4 dənə til. Bu qədər müəllimlər. Ümidvaram ki, sizə nəsə bir köməyim dəyə bilər. Videoya yeni başlamışam çəkməyə. Əgər bir xətam varsa, bir düzgün nəsə olmayan bir şey varsa üzrlü sayın. İnşallah gələcək vaxtlarda düzəldərəm. Gələcəkdə də bu 1-2 günə də olsa digər sualları paylaşıb çəkərəm. İnşallah sizə bir köməyim dəymiş olar. Sağ olun, görüşərək.